Beni izleyen hanımlardan bir xahişim var. Son günlerde paylaştığım reelsları beğenirsinizmi? Bu tipte reelsların devamı gelsin mi yoksa elə resept kimi paylaşım? Bilirsiniz ki benim səhifəm sağlam reseptlərini daha çok paylaşır ve bu günlərimdə onlardan biri sağlam quymaq hazırladım. Resepti var benim səhifəmdə. Ama belə reelsları düşünürəm ki, daha motivasiya dolu olur. Məsələn, necə süfrələr açıram, necə yeməklər hazırlayıram və rəylərdən qeyd etsəz, mən də sevinərəm. Bugün günlərdən bazar günü idi və biz evdən çölə çıxmadıq. Ancaq yedik, içdik, dincəldik. Və səhər hazırladığım yemək biraz ağır olduğu üçün axşam yeməyini gec yedik. Axşama isə ətlə kartof qızartdım. Yanına isə tuna salatı və çuğundur salatı elədim. Mən çox sevirəm çuğundurla olan bütün salatları. Salatlar da hazırdır. Süfrəni qururam zalda. Çünki kinoya baxa-baxa yemək başqa bir ləzzəti var. Və əlbəttə ki, özüm hazırladığım kələm turşusuz olmazdı kartof qızartması. Və onları da hazırlayıram. Süfrəyə yığıram. Yemeği de çəkirəm. Üzərinə də biraz soğanla göyərtim. Mənim çox xoşum gəlir. Nar da olsaydı o əla olardı, amma narım biraz xarab olmuşdu. Bizə nuş olsun. Rəylərdə sizi gözləyirəm.